4K kamera, displeyli linzalar, süni intellekt və canlı tərcümə. Bütün bunlar Rocket Bolon modelindədir. Bu eynəyin linzasının içərisində xüsusi displeyi var və eynəyi gözünüzə taxdıqda qarşınızda virtual olaraq 2 metr diaqonalında bir ekran canlanır. Ekranda navigator və bir çox funksiyalardan istifadə etmək olur. Firma eynəyin kamerasında 12 megapiksellik Sony IMX681 sensorundan istifadə edibdir. Bu sensor f2.25 diafraqma dəyərinə və 109 dərəcə geniş baxış bucağına malikdir. Bu göstəricilər insanın təbii göz baxışına yaxın kadrlar tutmağa imkan verir. Sanki çəkilən video sizin gözünüz vasitəsilə çəkilir. Qeyd edim ki, eynək 4K keyfiyyətində şəkil çəkə bilir və 3K keyfiyyətində də video çəkə bilir. Videonu paylaşdıqda görüntü keyfiyyətinin aşağı düşdüyünü nəzərə alsaq, gördüyünüz bu görüntülər realda daha da keyfiyyətli görsənir. Eynəyimizin 2 GB RAM yaddaşı, 32 GB isə daimi yaddaşı var. Cihazın süni intellekti isə ChatGPT-nin bazası əsasında işləyir. Eynəyin hər iki linzasının içərisində yerləşdirilmiş ekranlar vasitəsilə canlı tərcümə mətnlərin və süni intellektə verdiyiniz sualın cavabını yazılı şəkildə görə bilərsiniz. Bütün bunları emal və idarə etmək üçün firma eynəkdə Qualcomm-un Snapdragon AR1 Gen 1 prosesorundan istifadə edib.